Bizdə bu məhsulu tapın verilişi çox məşhur verilişdir. Cəmaət də bu verilişə çox baxır. Birdən-birə siz o verilişdən itdiniz. Gəlməkdən boyun qaçırdınız. Deyəsən bizim çıxmamız yəni Elmir müəllimlə bərabər təsadüf elədi. Yəni Elmir müəllimlə bərabər Elmir müəllim deyəsən çıxdı verilişdən, mən də çıxdım. Yox, Elmirin öz problemi var. Elmir xaricə gedəcək. Mən də xaricə gedirəm. Avropaya gedəcək. Orada bir mən də Ukraynadan təzədən tədbir var. Oraya qatılmaq üçün. Ukrayna kanalları çağırıb məni təzədən. Yəni mənim orada çəkilişlərim olur axı bilirsiniz, yəni. Təsadüf üst-üstə düşdü, bəli. Hə, aydındır. Yox, biz ekstrasensdən həm də ki, ikinci bir mövqedə yanaşmaq istərdim. Bilirsiniz, mən artıq təkcə Azərbaycanın bir çox xarici ölkədə artıq öz sözümü demişəm ekstrasens kimi. Yəni, artıq məni tanıyır, müəyyən bir. Yəni, istəyərim ki, haradasa bu sahə, demirəm, yəni, yaşda gənc yox, bu sahədə gənc olanlara yol açaq. Yəni, çıxsınlar, öz qabiliyyətlərini göstərsinlər. Mən artıq göstərmişəm, dəfələrlə məni tanıyırlar da. Yəni, artıq özünü sübut eləmək istəyənlər. Hansı gənclər? Şarlatanlardan da. Yox, yəni ki, yəni bu o veriliş görürsünüz, əgər hamı düz tapa bilmir o verilişdə. Məsələn, keçən verilişə baxsaz, görərdiniz nə qədər səhvlər oldu, nə qədər səhvlər oldu. Mən ad çəkmək istəmirəm. Yəni çıxdı özünü biabır elədi, ifşa elədi ki, mən bacarmıram. Niyə ki siz bəli öz-özünü ifşa elədi ki, mən bacarmam. Ağzına gələni danışdı məsələn. Yəni mən ad çəkmək istəmirəm, yəni baxsız verilişdə göz qabağında. Kim idi qonaq? Yəni mən o qonaqlardan çəkmək istəyirəm. Siz verilişə baxsız özünüz biləcəksiniz ki, kimdir. Keçən verilişdə. Bəli, keçən verilişdə kim idi Afət? Ədalət bəy idi. Bəli, yəni çox adam səhv danışdı məsələn. Tutaq ki, danışmağı bacarmaq, doğrudan da özünü təqdim eləməyi bacarmaq o böyük bir ustalıqdır. Hər insan doğrudan da nə o maraqlı effekti yarada bilmir Həsən bəy kimi, nə o izolminkası olmağı bacarır bilmir, verilişin istiot ola bilmir. Nə də ki, bir də o danışmaq, təqdimat çox böyük şeydir. Həsəndə demək duz da var, istiot da var. O ümumiyyətlə verilişlərdə görmürsünüz, hər bir konflikt mi olsun, söhbət mi olsun, hamısı onun ətrafında dövr edir, cərəyan edir. Maraqlıdır. Doğrudan siz çox gözəl buyurursunuz ki, bu əlavə ekstrasenslik qabiliyyətindən əlavə qabiliyyətlər tələb edir. Həsəndə şeytan tükü var əsas. Belə düşünürsünüz? Duzdan, istiotdan çox şeytan tükü. Vay. Şeytan tükü deyəndə nəsə? Bu haqda danışmaq istəmirəm. Şarlatanlara yol açırsınız. Yəni, bəli, bu saat hal-hazırda çox əfsuslar olsun ki, eləncə şarlatanlar çoxdur. Çox. Amma 5%, 6% da olsa həqiqi ekstrasenslər də var. Çünki əgər Allah qurban olduğu möcüzəli insanlar çox yaradıb. Allahın xüsusi istedadlı, xüsusi talantlı insanları var ki, o Rusça dilləri dar. Elə bir Allah tərəfindən vergi verilmiş insanlar var. Amma Samirə xanım... İnsanlar ikisi buradadır. Yox, Samirə xanım, amma əgər Allahın kitablarına baxsaq, Allah inkar edir bu şeyləri. Elm də bunu qəbul eləmir, din də bunu qəbul edir və mən bir şey deyim ki, mən həmişə fərq qoyuram Həsən bəy ilə başqalarına, ona görə ki, o heç olmasa o cürəti çatır, deyir ki, bu nə elm deyil, nə də Allah yolu deyil. O bunu etiraf edir, amma bəziləri yeni il yolkası kimi bəzənib artisti eləyənlər var, orada, burada. Gəh deyirlər ki, bu elmdir, şarlatan özündən uydurur hansısa universitetlər, harada hansı bir universitetdə bu tədris olunur? Yox, belə bir universitet yoxdur, sadəcə olaraq mən həmişə hər verilişdə, əgər baxırız mən bütün verilişlərində, mən demişəm bu iş günahdır, fala baxmaq, fala getmək, belə insanların yanına ki, cadu, tirsin, bu haramdır, bu haram işdir. Mən sizə sual vermək istəyirəm, sizin götürün adınız Zəhmət olsun mikrofonu, demək sizin həmkarlarınızdan bilirsiniz ki, gəlib evində vəhşicəsini qətlə getirdilər. Bu hadisə yayımlandı və insanlar təbii ki, çox üzüldü. Söhbət 2 uşağın atasından gedirdi, bu adam ailə başçısıydı, öldürdülər bunu. Sonra arxasınca da Nadimin maşınının çox tanınmaz hala salınması məsələsi gündəmə gəldi. Mən çox xahiş edirəm Şahin, maşının görüntülərini bizim nəzərimizə çatdır. Aha. Daşla, nə bilim, bıçaqla, təkəri də deşiblər. Şüşələri hamısını sındırmışlar. Demək olar ki, sağ tərəfi, bir də arxa tərəfi. Necə düşünürsünüz? Bunu kimi edər? Kimdən şübhələnirsiniz, Nadim? Qisbə, mən başda bir ildir efirlərdə, yəni ki, həm yoxam, həm də demək olar ki, bu sənətlə məşğul deyiləm. Bu fəaliyyətinizi dondurmuşsunuz? Bəli, mən bu işlə məşğul deyiləm. Yəni, mən heç kimlə də heç bir problemim yoxdur. Gözü götürməyənlər də çoxdur. O, təbii bir şeydir. Cavanam, mən indi gedirəm, gəlirəm, işindəyəm də özümün. Amma mən elə düşünürəm ki, bu
immün ekstrasenslərin son vaxtında üstünə düşməyi bu nədənsə xəbər verir. Bu boş bir şey deyil. Bu bir adamlıq iş deyil. Bu nə bilim. Yəni bu öldürmə məsələsini deyirsiniz. Təbii ki, öldürmə məsələsi var. Sonra ondan əvvəl Teymur məsələsi var. Aydındır, adları çəkməyək Teymur. Yadındadır da biraz da. Dağıstanda. Bəli. Dağıstanda baş verən olar. Sonra mən sizə bir söz deyim də, qardaş. Mən Teymur çox yaxşı oğlandı. İnsan kimi mən sizin hamınıza çox böyük dəyər verirəm. Siz də Azərbaycan vətəndaşlarısınız. Xüsusilə də görürsünüz hamı Həsəni görən kimi əl çalma, hamının ürək. Həsən, elə bir ki, bir aktyor kimi də buna insanlar artıq aktyor kimi də baxırlar. Elə bir film aktyoru, bir filmin qəhrəmanı kimi baxırlar. Mən təklif eləyərdim sənə, sən filmlərə çəkil. İncətin bir sahəsində məşğul ol. Bildiyimə görə sənin gözəl səsin var. Niyə sən mahnı oxumayasan? Hə? Niyə sən filmə çəkilməyəsən? Mənim öz sənətim də var, bilirsin, mən profesional idmanla məşğulam. Və Nadimin də bildiyim qədər sənəti var. Hə, Nadim başqa? Sən də bilirəm ki, biz də yaxşı bilirsən bildiyim qədər. Hə? Elgiz bəy, mənim kim olduğunu yaxşı tanıyırsınız özünüzdə. Nə işdən də olduğunu. Yox, mən o digər qabiliyyətinizi deyirəm. Çox üzr istəyirəm. Mən aktyor deyirəm, pivitsi deyirəm, Rustam İşqan mən burada durub. Çox üzr istəyirəm. Mənim sənətim bəli, bilsiz necədir, mən belə deyim də. Mən burada istəmirəm də, onu görə mən də. Mənim sənətim nə olduğunu istəmirəm burada deyim də, nədir, nə deyil. Diplomunuz var. Təbii ki, var. Mənim diplomum var, mən 7 ili oxumuşam. Amma MGU kimi universiteti oxuyan hər adam Azərbaycanda MGU-nun psixologiya fakülteti, Moskva Gосударственный Universiteti, Kremlin yanındakı korpusda. Qırmızı şey. Üzr istəyirəm. Yox, belə bir şey var da, gəl belə danış. Siz məndən psixoloji cəhətdən danışmaq istəyirsiniz, səhərə kimi danışam, bacarmazsınız psixoloq kimi, mən sizdən söz verirəm. Amma mən qulaq as. Təbii ki, siz heç vaxt MGU kimi universitetdə oxumuş bir insanla bu barədə danışa bilməz. Mən prosta qulaq az. Onu siz yəqin ki almışsınız 4000 manata, ona görə deyirsiniz. Mən onu almamışam, mən 7 il oxumuşam. Elgiz bəy, əlində fakt olmadan danışmasın, yəqin ki alıb ki deyir də, bilmirəm. İndi mən sizə nə danışmaq istəyirəm? Mən nəyə görə? Mən biraz özünüz bilirsiniz ki Moskvada yaşamışam, Rusiyada yaşamışam. Mən biraz rus diliyəm. Azərbaycan dilində qəşəng belə ifadə edə bilmirəm istədik kimi hər bir şeyini. İndi mən sizə demirəm. Psixologiya mənə niyə görə lazım oldu Elmir bəy? Çünki insanlara bu bəzi ki hiss elədiyi şeyləri, bəzi ki gördüyü şeyləri çatdırması üçün psixologiya çox vacib idi. Elmi şəkildə çatdırmaq üçün. Mən psixologiyanı o iş məndə olduğu üçün ondan sonra mən gedib oxumuşam ki, yəni bu nə deyil, bu ona görə oxumuşam. Mən sırf psixoloq ola gəlib bu ekstrasensliyə keçməmişəm. Aydın, mən də Nadimin sözünə qüvvət, mən də İmini bu işi araşdırmaq üçün mən başladım İslamı araşdırmağa, dini oxumağa. Yəni mən qırmızı diplomla İslam Üniversitetini qurtardım. İkinci ali təhsilimi hüquq üzrə alıram. Yəni mən bunu araşdırmağa çalışıram. Mən günahmı iş görürəm, səhvmi iş görürəm. Yəni bəzi doğrudan da mən oxuduqdan sonra İslamı, yəni bəzi şeylərə tövbə etdim ki, doğrudan da bu günah imiş. Yəni hansısa bir insandan indi siz deyirsiniz məsələn necə, amma doğrudan bu şeylər var. Yəni bunu bizim 4 kitabımız təsdiqləyir. Yəni başa düşürsüz, dini 4 kitabımız 4 təsdiqləyir. Lənətləyir, amma var bu şeylər. Bu şeyi heç kim inkar edə bilməz. Əgər biz dinimizi, Allahımıza qəbul ediriksə, bu şeylər bizim kitabımızda var. Bəli, nəhlətdir ki, getməyin, belə şeylərdən uzaq olun, bir-birinizi sevin. Yəni, hər bir kitab ancaq xeyirliyə çağırır. Biz yəni dinlərə ayıra bilmərik. İndi mən də təklif edirəm sizə ki, deyirəm ki, məsəl üçün, bax, o qədər Allah sizə sənə nə qədər qabiliyyətlər veribdir. Deyirəm, yaxşı aktyorluq qabiliyyəti var, danışıq qabiliyyətim var. İnanın ki, mən aktyorluq bacarmaram, Elgizmər. Yəni, mən bir filmdə çəkilib aktyorluq bacarmaram. Bacararsan? Xeyr, bacarmaram. İnanın ki, bacarmaram. Sən özünü yoxla, sən özdə çox məşhur olacaqsan. Olar bir söz cavab vereyim. Ekstrasensorika kim deyir ki bu psixologiyadır və İslamdır? Kim deyir ki bunu? Həsən bəy, ekstrasensorika ya İslam deyil mən bilən, ya da ki, üzr istəyirəm, psixologiya deyil. İndi gəlin belə danışaq. Psixologiya da var, ekstrasensin içində həm psixologiya da var, həm də İslama aid olan şeylər var. O demək deyil ki, mollallıq eləyiriksə, kimsə özdən... Aydın, Nadim, biz mövzumuzdan... Biz bu məsələni müzakirə məsələnin ağır tərəflərinə... Söz açılmışkən deyirəm. Yox, indi mən istəmirəm. Nadim, mən bu məsələnin ağır tərəflərinə... Bir insana pis eləmək günahdır, yəni. Biz pis eləmirik, heç kimi. Bir daha da deyirik. Biz ancaq
yaşlı tərəfə yəni yön tuturuq. Biz pis eləmirik. Həsən bayaq bir söz işlətdi ki, mən məsəl üçün kifayət qədər artıq Azərbaycanda tanınıram, indi istəmirəm. Tək Azərbaycanda yox, Ukraynada, Türkiyədə, bir çox ölkələrdə. Dünyada tanınırsan Həsən, yaxşı. Deyir ki, bəs daha istəmirəm. İstəyirəm ki, yeni gələnlər, amma mən deyirəm ki, Həsən, lazım deyil yeni gələnlər. Gəl yönlətməyək. Hələ üzdə olanlar kifayət qədərdir, bəsdilər. Onların indi Allah qoysa bizim bu verilişin açılması da oldu ki, yəni insanlar, yəni həmən verilişin məhsul tap verilişi doğrudan çox gözəl verilişdir. Əgər siz görsəz biz doğrudan orada həyəcan keçiririk. Doğrudan çox böyük stres keçiririk. Adam həyəcandır hər dəqiqə başa düşürsüz. Amma ki, yəni o veriliş doğrudan da hər kəsin istedadını göstərir. Aydın, bizim bacarımızı.